Mən çox fikirləşdim. Bütün ömrümü gözümün qabağından keçirdim. Birazdan bir həftədən, bir 2 gündən 65 yaşım bitir. Bu 65 yaşına kimi mən nələr gördüm, nələr görmədim, necə keçdi həyatım. Gözümün önündən keçdi. Düzünü desəm, nəsə istəmirəm tez qocalmağı. Ancaq bu Allahın işidir. Allahın işidir. Allah nə ömür verib onu yaşayacağıq. Min şükürlər ki bu yaşıma gəlib çatmışam. Düzdür, çox gözəl günlərim çox olub. Gözəl balalarım var. 2 oğlum, 2 nəvəm, Allah qoysa 3-cüsü də olacaq. Hər şey yaxşı, hər şey qaydasındadır. Ancaq təkəm. Təklik çox bir şeydir. Çox tez itirdim yoldaşımı. Əsas lazım olan vaxtı, ən çox lazım olan vaxtı onu itirdim. Özümü çox tək hiss eləyirəm. Uşaqlığımdan danışsam, mən uşaqlığımı nə deyim? Uşaqlığım özüm istədiyim kimi, uşaqlığım demək olar ki heç olmayıb. Çünki evin böyük qızı idim. Böyük bacım vardı, o tez köçdü. Özüm böyük qız. Ona görə evin bütün yükü belimə düşdü. Ananın köməkçisi sağ əli idim. Allah ona rəhmət eləsin, anama, atama. Çox əziyyətlər çəkiblər bizləri böyütməkdən ötürü. Mən bir onu deyə bilərəm ki, adamın nə yaşasalardan, neynəsə də alnına yazan taleyi heç cür dəyişə bilməz. Allah nə yazıbsa o olur. Düzdür, nigaran deyiləm həyatımdan. Allaha min dəfə şükür eləyirəm ki, ömrümə pis keçməyib. Həyat mübarizələr meydanıdır. Xoş günlərimiz də olur, pis günlərimiz də olur, çətin günlərimiz də olur. Ancaq yenə də deyirəm, narazı deyillərəm həyatımdan. Kim qulaq asırsa onlara belə deyirəm, qızlar. Adam kimlər qulaq asırsa elə onlara deyirəm. Cavanlara bunu deyərdim ki, həyatdan ləzzət ala yaşayın. Gözəl yaşayın. Hər gününüzü bir sevinclə, bir qürurla yaşayın. Çünki bizim dövrümüzdə bizi совсем başqa cür öyrətiblər. Ancaq siz indiki cavanlar çox gözəl böyüyürlər. Çox gözəl bilirlər necə yaşamaq lazımdır, necə eləmək lazımdır. Ona görə də onlara deyirəm ki, ömrünüzün hər gününə qiymət verin. Adam cavan olanda hiss eləmir. Yaşlandıqca elə bir günlər uçub gedir. Elə bir harası tələsir, elə bir səni harası aparır. Elə bir sənə bildirməyə istəyir ki, vəsə, gedərsən, yaşlanırsan. Kaş ki o vaxtları da biz belə fikirləşə bilsəydik, hər günümüzü gözəl keçirsəydik, nə demək olar? Nə demək olar ki? Yenə də deyirəm, Allah hər birinə can sağlığı versin. 65 yaş az ömür deyil. Yıxıla, dura ki, gəlib bu yaşa çatmışam. Yenə də deyirəm, ən böyük qürurlarım mənim balalarımdır, sağ olsun. Çox sağ olsunlar. Onların baxaraq onlara gülünür yaşayıram mən. Kaş hər birinin balası elə olsun. Başqa bir video çəkdim. 65 yaşım yaxınlaşır. Özüm də deyə bilmirəm necə özümü hiss edirəm. Ancaq hər yaş özünü göstərir. Hər yaş özünü göstərir. Ona görə də gərək hər günün qədrini bilək. Hər günün sevincini bilək.